Salam, bugün biz sizlərlə 9-cu sinifin 13 aprel imtahan suallarına baxacağıq. İngilis dilinin qrammatikasından başlayırıq. Digərləri isə digər videomuzda izahı olacaqdır. Və 13-cü suala baxırıq. Bizdə qarşımızda görürük ki, article istənilir. I met an old friend in the street while I was on my way home. Burada A variantı olacaq. Daha sonra ikincidə yenidən bizdən düzgün istəyir. Deer have long legs. Burada have long legs deyə doesn't it olmayacaq. Don't it də olmayacaq. Çünki deer burada cəmdədir. İtlərə görə atırıq. Daha sonra yeni də atırıq. Çünki it olmur. Və B ilə C arasında qalırıq. Birinci tərəf təsdiqdə olduğuna görə ikinci tərəfi biz inkarda götürəcəyik və beləliklə cavabımız B variantıdır. 15-də bizdən düzgün mənada olanları istəyir, opposite meaning istəyir və burada bizdə düzgün olanlar to forget, to remember, yəni A variantımız olacaq. 16-da bizdən düzgün bağlayıcını seçməyimizi tələb edir və burada cavabımız both or yox, neither or da yox, neither nor, yəni C variantı olacaq. 17-də düzgün sözlərin definitionlarını seçməyimizi istəyir. Exhibition olacaq a public show of art or other things, yəni 1-ə C. 2 dessert. Bunu olacaq B. Sweet food eaten at the end of the meal. 3-ə desire də A variantı, yəni a strong wish to have or to do something. Və 1-ə C, 2-ə B, 3-ə A olan da B variantıdır. Daha sonra bizdən bu sözün düzgün mənasını tapmağımızı istəyir. Bizə definitionu verib. Və burada the person who is a head of school cavabımız Y variantı principal olacaq. 19-da düzgün istəyir. Yenidən bizlər the language courses approved by the Department of Education. Biz burada nöqtələrə düzgün seçməyik və bu nöqtələrə düzgün seçmək üçün əvvəldəki sözümüzə baxacaq. The language courses. Yəni burada S olduğuna görə biz izi və was atırıq. Beləliklə A2 və 3-ü götürəcəyik. Beləliklə cavabımız Y variantı olacaq. 20-də də bizdən modal sözü düzgün seçməyimizi istəyir. I don't think you. Və burada görürük ki, to'lu modal söz seçəcəyik. Read the whole novel in